Salam, hər vaxtınız xeyir olsun AFTV izləyiciləri. Bugün saat 14:00 radələrində Binəqədi rayonunda deməli yataqxanada yanğın hadisəsi baş vermişdir. Hal-hazırda yağın ki zərər çəkənlər var. Yağın ki yaralılar olmalı sənəsi ikinci mərtəbədə. Yəni 5 mərtəbə bir ikinci mərtəbəsində. Hal-hazırda Binəqədi rayon Fövqəladə Hallar Nazirliyinin Nərmanov uşaqları hadisə yerindədir. Fövqəladə Hallar Nazirliyi və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları buradadır. Hadisə 14:00 radələrində olmuşdur. Problem yoxdur. Ha?